Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bu gün 9-cu siniflər üçün keçirilən OTK sınaq suallarının izahına baxacağıq. Başlayırıq 31-ci sualdan. 31-ci sualda bizə deyir ki, mənfi 2x böyükdür 4 bərabərsizliyini ödəyən ən böyük tam ədədi tapın. Hər tərəfi mənfi 2-yə bölürük. Bu zaman x kiçik olur mənfi 2-dən. Bu həlli ödəyən ən böyük tam ədəd isə mənfi 3-dür. Yəni cavabımız olur D variantı. Baxırıq 32-ci sual. Deyir alfa bərabərdir 3x plus 18 iti bucaq olarsa, x-in ən böyük tam qiymətini tapın. Deməli, iti bucaq 0 dərəcədən böyük, 90 dərəcədən isə kiçikdir. Bu zaman nə edirik? 0 kiçikdir 3x, 90-dan 18-i çıxırıq, eləyir 72. 0 kiçikdir x, kiçikdir 24-dən. Deməli, x 0-dən böyük, 24-dən kiçikdir. Bu bərabərsizliyi ödəyən ən böyük tam qiymət isə 23-dür. Yəni, cavabımız olacaq Y variantı. Baxırıq 33-cü suala. Deyir ABC bərabər tərəfli üçbucağında BH AC-yə perpendikulyardır. Bizdən ABH bucağını istəyir. Deməli, bərabər tərəfli üçbucaqda çəkilmiş hündürlük həm mediandır, həm də tənböləndir. Deməli, bu hündürlüyümüz həm mediandır, həm də tənböləndir. Biz bilirik ki, bərabər tərəfli üçbucağın bir daxili bucağı 60 dərəcədir. Bu zaman BH tənbölən olduğundan, BH tənbölən olduğundan, deməli, ABH bucağı olacaq 30 dərəcə. Yəni, cavabımız olur C variantı. Keçirik 34-cü suala. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə AB bərabərdir BC bərabərdir CD bərabərdir DF olarsa, BCD bucağını tapın. BCD bucağı buradır, düzdür? AB bərabərdir BC-yə, o bərabərdir CD-yə, o da bərabərdir DF-ə. Bu çevrənin, yəni yarım çevrə hissədir. Yəni 180-i bölürük 4-ə. Bu da eləyir 45. Bizdən də nəyi soruşur? BCD bucağını. BCD bucağı da bu qövsün yarısına bərabərdir. Deməli, AY hissəsi 180 dərəcədir, AY qövsü. BA ilə DY isə bir-birinə bərabər olduğu üçün bunlar da 45-45-dir. Ümumi bu qövsümüz deməli olacaq 270 dərəcə. Daxili bucaq da söykəndiyi qövsün yarısına bərabər olduğu üçün deməli BCD bucağı olacaq 135 dərəcə. Yəni cavabımız olacaq C variantı. Keçək 35-ci suala. Deyir, çoxhədlisini vuruqlarına ayırın. Hər ikisindən ortaq vuruq olaraq 12A-nı çıxardırıq. Yerdə qalır B kvadratı minus 4. Bunu isə müxtəsər vurma düsturlarından A kvadratı çıxılsın B kvadratının açılışına əsasən A çıx B, A plus B kimi yazacağıq. Yəni 12A vurulsun, B çıx 2, B plus 2. Yəni cavabımız olacaq Y variantı. Baxırıq 36-cı suala. Burada bizə nə deyir? 3 bölünsün, 3 kök altında 5 vurulsun, 6 bölünsün, 4-cü dərəcədən kök altında 25. Deməli, 4-cü dərəcədən kök altında 25, kök altında 5 deməkdir. Burada 6 ilə 3-ü ixtisar aparırıq. Bu bizə verir 2-ni. Kökdə 5-i, kökdə 5-ə vurduqda bizə verir 5-i. Yəni 5 vurulsun, 2 bölünsün, 5. 5-lər də ixtisar getdiyi üçün cavabımız olacaq 2. Yəni B variantı. Baxaq 37-ci suala. Bizə deyir mənfi 3,2 və 5,3 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. Bu arada yerləşən tam ədədlər mənfi 3-dən 5-ə qədər olan tam ədədlərdir. Mənfi 3-dən müsbət 3-ə qədər cəm bizə 0-ı verir. Yerdə qalır 4 üstə gəlinsin 5. Bu da bizə verir 9. Deməli, cavabımız olacaq C variantı. 38-ci sualda. Deyir, kvadratın diaqonalları arasındakı bucağın sinusunu tapın. Biz bilirik ki, kvadratın diaqonalları arasındakı bucaq 90 dərəcədir. Sinus 90 da bizə 1 verir. Yəni, cavabımız olur Y variantı.
Baxırıq 39-cu suala. 7x minus 35 bölünsün 25 çıxılsın x kvadratı. Surətdən 7-ni ortaq vuruq çıxardırıq. Nə qalır? X minus 5 bölünsün. Məxrəci isə müxtəsər vurma düsturuna əsasən açsaq 5 minus x 5 plus x olacaq. 5 plus x. Aha. Bərabərdir deməli. 7 vurulsun x minus 5-dir. Sürətə mənfi ataq ki, bunları ixtisar eləyə bilək. Mənfi 7 bölünsün 5 plus x. Cavabımız mənfi 7 bölünsün 5 plus x-dir. Və yaxud da ki, x plus 5. Toplananların yerini dəyişikdə cəm dəyişmir. Yəni, 39-cu sualın cavabı oldu D variantı. Keçək 40-cı suala. 40-cı sualda bizə x-i mənfi 1 verib, bizdən 2x üstü 8 çıxılsın 6x üstü 5 plus 4x üstü 6 ifadəsinin qiymətini tapın deyir. Ədədin üstü cüt olduqda mənfi 1-in üstü 8 bizə 1-i verəcək. Yəni 2 vurulsun 1 çıxılsın. X üstü 5 ədədin üstü tək olduğu üçün mənfi 1 üstü 5 bizə mənfi 1-i verəcək. Çıxılsın. 6 vurulsun mənfi 1, yəni mənfi 6. Üstə gəlinsin, x üstə 6 müsbət olduğu üçün bu da bizə verir 4-ü. Yəni 2 üstə gəlinsin, 6 üstə gəlinsin 4. Bu da bizə verir 12-ni. 40-cı sualın cavabı oldu B variantı. Keçirik 41-ci suala. Deyək, sinifdəki 24 şagirdin 8-də 5 hissəsi Riyaziyyat dərnəyinə gedir. Riyaziyyat dərnəyinə getməyən şagirdlərin sayını tapın. 24 şagirdin 8-də 5 hissəsi Riyaziyyat dərnəyinə gedirsə, deməli bu şagirdlərin 8-də 3 hissəsi Riyaziyyat dərnəyinə getmir. Deməli biz nə etməliyik? 24-ün 8-də 3 hissəsini tapmalıyıq. Ədədin hissəsini də tapanda nə edirik? Ədədi hissə göstərən kəsrə vururuq. Yəni 24-ü 8-də 3-ə vuracağıq. Bu da bizə verəcək 9-u. Yəni cavabımız olur B variantı. Keçirik 42-ci suala. Deyir, 27 ədədini faizli ifadə edin. Ədədi faizli ifadə etmək üçün ədədi 100-ə vurmalıyıq. 20-də 7-nin 100-ə vuruqda bizə 35-i verir. 42-ci sualın cavabı oldu D variantı. 43-cü sualda bizə deyir 0, 1, 2 çoxluğunun elementlərinə rəqəmi təkrarlanmayan neçə müxtəlif 2 rəqəmli ədəd düzəltmək olar. Burada ədəd 0-la başlaya bilməz. Ədəd 1 və 2 ilə başlamalıdır. Düzdür? Bizim də ədədlərimiz 12, 21, 10 və 20. Yəni 4 dənə ədəd düzəltmək olar. Cavabımız olacaq Y variantı. Baxırıq 44-cü suala. Deyir, 12 ədədini 3 dəfə artırıb. 3 dəfə artırdıqda elədi 36. 2 vahid azaltsaq, 2 çıxsaq, hansı ədəd alınır? 34. Cavabımız olur D variantı. Keçirik 45-ci suala. X üstü 3-də 1 vurulsun, x üstü 3-də 2 bərabərdir 9-a. Ədədi vurduqda üstlər toplanır. Bu eləyir x üstü 3-də 6, yəni x kvadratı. Bərabərdir 9. X bərabərdir plus minus 3. Ancaq biz burada mənfi 3-ü götürmürük. Çünki ədədin üstü kəsir, yəni mənfi ədədin üstü kəsir qəbul olunmur. Bunun üçün deməli biz burada mənfi 3-ü yox, yalnız müsbət 3-ü götürəcəyik. Cavabımız olacaq D variantı. Keçirik 46-cı suala. Deyir, düzbucaqlı 3 bucağın düz bucaq təpəsindən çəkilən median hipotenuzu uzunluqları medianla hipotenuzun uzunluqları cəmi 12 olarsa, bu üç bucağın xaricinə çəkilən çevirən radiusunu tapın. Biz bilirik ki, düzbucaqlı üç bucağın düz bucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Yəni bura x, bura x, burada 3x, x-dir. Yəni 3x bərabərdir 12-yə. Tapırıq ki, medianımız 4, hipotenuzumuz isə 8-dir. Düzbucaqlı üç bucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Hipotenuzumuz da 8-dir. Yarısı isə bizə verəcək ilə 4-dür. Yəni cavabımız oldu 4. Sonra 47-ci sualda. Deyir, iti bucağı 30 dərəcə olan rombun perimetrinin hündürlüyünə olan nisbətini tapın. Baxın. İti bucağı 30 dərəcə olan rombdur. Bu isə bunun hündürlüyüdür. Düzdür? Burada 60 dərəcədir. Deməli, bunun hündürlüyünü x ilə işarə etsək,
Bu düzbucaqlı üçbucaqdan rombun tərəfi olacaq 2x. Rombun bütün tərəfləri bir-birinə bərabər olduğu üçün rombun perimetri olacaq 8x. Bizdən rombun perimetrinin hündürlüyünə nisbətini istəyir. 8x-in də x-a nisbəti bizə verəcək 8-i. 47-ci sualın cavabı oldu 8. Baxaq 48-ci sualda. Bizə bərabərsizliyi verib 2x minus 3y ifadəsinin tam qiymətlərinin cəmini tapın. Deməli, biz x-i 2-yə vuracağıq. 4 kiçikdir 2x kiçikdir 14 olacaq. Y isə 3-ə vururuq. Mənfi 3 kiçikdir 3y kiçikdir 18 olur. Və biz bu bərabərsizləri çıxırıq. Bərabərsizliyi çıxanda çarpaz çıxırıq. 4-dən çıxırıq 18-i bizə verir. Mənfi 14 kiçikdir 2x minus 3y kiçikdir. 14-dən mənfi 3 çıxanda 17 eləyir. Yəni biz burada mənfi 14 və 17 arasındakı ədədlərin cəmini tapmalıyıq. Mənfi 14 ilə 17 daxil deyil. Bizə daxil olan mənfi 13 və 16-dır. Deməli, mənfi 13-dən müsbət 13-ə kimi cəm 0 verir. Bizdə yerdə qalır 14, üstə gəlsin 15, üstə gəlsin 16. Bunun da cəmi bizə verəcək 29, 45-i. Deməli, bizim 48-ci sualımızın cavabı olacaq 45. Baxırıq 49-cu suala. Deyir, boş olmayan A çoxluğu üçün 2x minus 18 olarsa, x-in ən kiçik tam qiymətini tapın. Yəni, 2x minus 18 böyükdür 0-dan. 2x böyükdür 18-dən, x böyükdür 9-dan. Ən kiçik qiymətimiz isə olacaq 10. Baxaq 50-ci suala. Deyir, tənliklər sisteminin sonsuz sayda həlli olarsa, k və m parametrlərinin hasilini tapın. Tənliklər sisteminin nə vaxt sonsuz sayda həlli olur? A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti bərabərdir C1-in C2-yə nisbəti. Yəni, k-nın 3-ə nisbəti bərabərdir 4-ün 6-ya nisbətinə. Bu da bərabərdir k-nın k plus m-ə nisbətinə. Bu iki nisbətdən tapırıq ki, k-mız 2-dir. İndi gəlin m-i tapaq. 2-nin 2 plus m-ə nisbəti bərabərdir 6-da 4-ə. Buradan da alırıq ki, m də bərabərdir 1-ə. K-la m-in hasilini istəyir bizə. 2-ni də 1-ə vurduqda cavabımız olur 2. Keçək 51-ci suala. Deyir, A bərabərdir 32 vurulsun 10 üstü 8 olarsa, B bərabərdir 10 üstü mənfi 3 vurulsun A ədədinin standart şəklində yazılışının tərtibini tapın. Deməli, 32 vurulsun 10 üstü 8 vurulsun 10 üstü mənfi 3. Bu nə eləyir? 32 vurulsun 10 üstü 5 eləyir. Bizim bu hissəmiz 10-dan kiçik olmalıdır. Yəni 3,2 vurulsun 10 üstü 6 şəklində yazırıq. Tərtib də nədir? 10-un qüvvəti. 10-un qüvvəti də neçədir? 6-dır. Deməli, 51-ci sualın cavabı olacaq 6. Keçək 52-ci suala. Deyir, mərkəzi O1 və O2 nöqtələrində olan çevrələr bir-birinə xaricdən toxunur. Radiusları uyğun olaraq 9 və 4 olan bu çevrələrin ortaq AB toxunanın uzunluğunu tapın. Çevrənin mərkəzlərini birləşdirsək, yəni çevrənin mərkəzlərini birləşdirək, bu olacaq 13 cm. Niyə 13 cm? Bir çevrəmizin uzunluğu 9-dur, digəri 4-dür. Cəmi eləyir 13. Sonra gəlin AB-ni, bu bizə verilmiş AB hissəsini yuxarı hissəyə köçürək. Deməli. Böyük çevrənin radiusu 9, kiçiyinki 4-dür. Deməli, bu qalan kiçik hissəmizin də uzunluğu 5-dir. Düzdür? Hipotenuz 13, katetlərdən biri 5-dir. Bizə lazımdır digər kateti tapmaq. Pifaqor düsturuna əsasən
13-ün kvadratı çıxılsın 5-in kvadratı bərabərdir AB-nin kvadratına. 169 çıxılsın 25 bərabərdir AB kvadratına. AB kvadratı bərabərdir 144-ə. Deməli, AB də bərabər olacaq 12-yə. Tapdıq ki, bizim cavabımız 12-dir. Keçək 53-cü suala. Deyir, ABC üçbucağında AD tən böləndir. BAC bölünsün, ASB nisbəti 2-nin 3-ədir. B bucağı 80 dərəcə olarsa, ADC-ni tapın. Bizim bu B bucağımız 80 dərəcədir. BAC-ni bizə verib 2K. BD tən bölən olduğu üçün, deməli, daha doğrusu AD tən bölən olduğu üçün, bura K, digər hissədə K-dır. ASB-də 3K-dır. Burada 3K-dır. Düzdür? Gəlin böyük üçbucağa baxaq. Bu böyük ABC üçbucağına. 2K plus 3K plus 80 bərabərdir 180-ə. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Deməli, 5K bərabərdir 100-ə. K bərabərdir 20-yə. K-nı tapdıq ki, 20-dir. Bizdən hansı bucağı istəyir? AD və ADC bucağını, yəni bu bucağı istəyir bizdən. Bu ADC üçbucağına baxsaq, bucağımızın biri K-dır, biri 3K-dır. Yəni biri 20-dir, biri 60-dır. Üçbucağın daxili bucaqlarının cəmi də 180-dir. Deməli, biz 180-dən çıxacağıq 20 ilə 60-ın cəmini. 20 ilə 60-ın cəmi də eləyir 80. 180-dən də 80 çıxanda eləyir 100. Deməli, ADC bucağı olacaq 100 dərəcə. Baxaq 54-cü suala. 54-cü sualda nə deyir? Bizə deyir ki, qutuda olan qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çoxdur. Bu qara, bu da ağ. Qara kürələrin sayı deyir, ağ kürələrin sayından 3 dəfə çoxdur. Ağ x-dırsa, qara 3x-dir. Sarı kürələrin sayından isə 2 dəfə azdır. Yəni, sarı kürələrin də sayı qaradan 2 dəfə çoxdur. Yəni, bu da 6x-dir. Bizdən nə istəyir? Sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz azdır deyir. Sarı kürələrin sayı 6x-dir. Ümumi kürələrin sayı da 10x-dir. Deməli, biz tapırıq ki, sarı kürələr, ümumi kürələrin, bunu 100-ə vursaq, 60%-ni təşkil edir. Deməli, neçə faiz azdır? 40% azdır. 40% azdır. Cavabımız oldu 40. Keçək 55-ci suala. Bizə deyir, A və B natural ədədləri üçün A kvadratı çıxılsın B kvadratı bərabərdir 37 olarsa, A çıx 1 vurulsun B ifadəsinin qiymətini tapın. Müxtəsər vurma düsturunun açılışına əsasən yazırıq ki, A çıx B vurulsun A plus B bərabərdir 37-yə. Deməli, uşaqlar, A və B natural ədədlərdir. 37 də sadə ədəddir. Yalnız 2 böləni var. 1 və 37. Deməli, bizim fərqimiz 1-dir, cəmimiz də 37-dir. A çıx B bərabərdir 1-ə, A plus B bərabərdir 37-yə. Həll eləsək, burada B-lər gedir. 2A bərabər olur 38-ə. A bərabərdir 19-a, B də bərabərdir 18-ə. Bizə deyir, A çıxılsın 1, vurulsun B ifadəsinin qiymətini tapın. A 19-dur. 1 çıxanda eləyir 18, B-miz də 18-dir. 18-i 18-ə vuranda eləyir 324. Deməli, 55-ci sualın cavabı da oldu 324.